dilinin rəsmi olmasını istəyir. Deyim, mənim dilim oxullarda oxunulsun. Siz fikirləşin ki, İran Rəis Cumhurun sözçüsü gəldi, keçən həftə iştibahən dedi ki, biz ana dilində eğitimi layihə edirik. Sonra gəldi dedi ki, yox, mənim məzmunum bu deyil, ana dildə eğitim. Bəlkə ana dilinin özünün eğitimi. O bir dənə fasla deyirlər, amuziş be zəbanı madəri, bir də amuziş zəbanı madəri. O amuziş be zəbanı madəri dedi, o beyi işlətdi və beləliklə belə düşünmədilər ki, babam, amuziş be zəbanı madəri olanda, yəni sən bizim okullarda tamam... Mən düşünürəm, o elə düzün deyibdi. Düzün deyibdi. Amma ona o təzyiqlər üçün... Mənə çətin gəlir. Çünki bunlar maddə 15-dən danışırlar. Maddə 15-in istəyi bu deyil. Maddə 15-in əsas istəyində budur ki, elə o ana dilin özü fəqət ki, eğitim olacaq. Yoxsa bu deyil ki, ana dili ilə sən gəlirsən fiziki, nə bilim, riyaziyyatı, nə bilim, şiimini və ictimai dərsləri orada ana dili ilə eğitim olacaqsan. Bunlar hələ buna yetişməyiblər. Buna yetişməyiblər ki, bizim millətimizin dili fars dilindən qat-qat elmidir. Qat-qat ondan güclü bir dildir. Amma bunlar çalışırlar ki, Azəri deyərək bunu çisildələr. Nə bilim, deyirlər ki, yox, İranda elə bir dənə dil olar rəsmi. Bu da bəhs çox uzundur, mən bu dil bəhsinə geçməyim. Tək dil məsələsi də dediyim kimi elə Urmu gölümüzdə vardı, Qızıllarımızın dağılması da vardı, Ağdərəni, Şurazanın, bilirsiniz ki, bizim orada qızıllar ki, əldə olunur, İranın 30-40% qızılıdır. Süngün misi demək ki, gedir 2 həftə süngün misinin elə pulu Azərbaycanın 4 əyalətinə gəlsə 2 həftə, yəni bizə 2 həftənin pulunu verirlər. O nə, 1 ili bizə gəlsə Azərbaycan öz ayağı üstündə nə qədər irəli gedər. Amma biz ekonomi baxımından sümükəçilik olduğumuz üçün, kültür, dil baxımından və bu istəkləri milli hərəkətimizdə milli fəallarımız, gənclərimiz, ailələrimiz görür. Bunlar yayılır cəmaatın içində. Görür ki, bunlar səs verdilər. Heç olmasa millətimizin yarısı AIPZ-şına səs verdi. Ki, bir dənə bu siyasətdə bu elə bilsin, bunların sözcüsü olsun. O AIPZ-şiyan prezidentidir. İkinci qüdrətli İranda. İstədi ki, bir dənə şeir oxuya, demək ki, Usta Şəhriyardan, həmən qabağına bir dənə təzəkkür qoydular ki, nə mən edirsən, türk dilcəsən şeir oxusan. O da dedi, baba da bir dənə şeir də oxuduq da, nə oldu ki? Yəni, siz fikirləşin, görün, bizi bunlar nə günə salıblar ki, Azərbaycanlı bir dənə prezident eləyə bilmir, istədiyi kimi danışsın. Bunlar zülmlər qəşəng hamı görür, ləms edir. Və bu ləmsdir ki, bizim milli hərəkətə böyük bir güc veribdir və gücləndirir və gün-bə-gün milli hərəkət güclənir. Baxın, müqayisə etsək bizim milli hərəkəti bildirlə belə, bildirlə indi də bizim milli hərəkət, mən düşünürəm ki, azı bir milyonu daha genişlənibdir. Yəni, milyon nəfər daha çox milli hərəkətə qatılıbdır. Bu dəfə ana dilində gördük da, siz gördünüz ki, Təbrizin lap ortasında Kara oxulundan gəldilər, orada onlarca demək ki, gəncimiz başladılar orada oxumaq, Azərbaycan mahnılarını oxumaqlığa falan. Yəni, nə oxullarda bu məsələ yavaş-yavaş getdi qabağa. Halbuki bildi bu məsələyə çətinliklə yanaşmaq olurdu. Yəni, demək ki, bizim hərəkət gün-bə-gün genişlənir və bu yavaş-yavaş başlayıb özünü göstərməyə və bunun bir illətdəki hərəkət özünü göstərməyə imkan tapır, rejimin içində anlaşılmamazlıq və rejimin içində yavaş-yavaş bölünmələrin başlanması, rejimin o birliyinin sınmasının göstəricisidir. Ki, rejim daha artıq qədimki kimi tam hamımızı bir güc və bir dənə vəli fərqi ilə hamımızı bir söz deyə o yavaş-yavaş çatdır. Və onun çatdamağındadır ki, biz görürük ki, məsələn, parlamentda gəlirlər, deyirlər ki, dil ilə bağlı layihəni qəbul eləmirik. Mahmud bəy, deyəsiz, layihəni izləyəcək. Ayrı suallarım da vardı. Bəli, bəli. Və bu göstərir ki, bizim milli hərəkət güclənir və güclənməsi də siz demişkən hamımızda umut vericidir. Buyurun. Çox sağ ol, Mahmud bəy. Bizim iki faktor vardır. Biri bizim həqqaniyyətimizin, deyərlər ki, o haqqın başı ağır olar.
Yəni o haqqı o tərəziyə qoyunda nahəqlə haqqı görərsən o haqq ağırlayar. Həmişə bizdə o ata-baba məsələdir, deyər ki, haqqın başı ağır olar. Ona görə bizim haqqı olmağımız və millət bizi haqq tanıdığı üçün bu cür güclü axımlar vardı hərəkətə. 194 dənə ustad görürsüz, sükut eləyib. Tamamı mətbuatı ki, İranda var, fars dilli mətbuat var. Hətta Azərbaycanlılar da cürət eləyib onu danışmır. Niyə danışmırlar? Mən təəccüb eləyirəm. Niyə bu məsələni qabartmırlar ki, 194 dənə ustadın, universitet müəlliminin, ustad-ı danışqahın o göstərişi niyə yayılmır? Niyə? Hətta bizim təşkilatlarımız da susubdu. Təşkilatın başına daş düşübdü, bir dənəsi elamiyyə vermədi. Həqiqətən bu bizim bir dənə ləkki nəncidir bizim təşkilatların alnında. Ay təşkilat, harada qalıbsan? Niyə belə icad eləmirsən? Bir dənə göstəriş verməyibsən, bir dənə elamı himayət eləməyibsən bu ustad danışqahlardan. Mən məcbur oluram da belə bir agresiv məsələyə yanaşam və deyəm ki, görün qardaş, bizim ziyalılarımız da çəkilib oturubdu kənarda bu məsələyə reaksiya vermirlər. İkinci məsələ, dostlar, bizim məsələmiz kütləlaşıb. Yəni, hakimiyyətin kontrolundan çıxıbdır. Hakimiyyət nə qədər görürsünüz, baskılar zindanlərimizə, baskılar bizim məhbuslarımıza, ondan sonra tutulmaqlar yavaş-yavaş genişlənir. Niyə? Bu Azərbaycanın milli hərəkəti. Niyə bizim təşkilatlar susubdur, biri danışmır? Mən təəccüb edirəm. Niyə bu mərhələdə, bu məqtədə bu hakimiyyət səhərləri çökdü? Bax, istəyirdim bu sualı soruşam. Niyə bizim təşkilatlarımız bir qərara gəlmir? Biri deyir, Həsənqulu ilə mən, Həsənqulu olsa mən olmaram. Biri deyir, Hüseynqulu ilə mən falan eləmərəm. Ay qardaş, bu təşkilatlar sən öz məsləhəti, öz şəxsi məsələləri Azərbaycanın milli hərəkətinə üstünlük verirsən. Bax, bu haqda bu təşkilatlarımız niyə susubdur? Niyə belə danışmırlar? Elə təşkilatın biri də sizsiniz. Niyə bir mövzə qoymursunuz ortaya? Buyurun. Demək ki, Ali bəy, biraz çox tük getdiniz, o qədər də deyil. Vaqiətdə budur ki... Allah ürək adamın ürəyi partlayır. İnanın ürəyi partlayır. Mən bu hərəkəti istəməsəm, bu cür acıqmaram, bu cür acımaram. Demək ki, iki İsfənd ilə bağlı, ana dili ilə bağlı çox çeşidli hərəkətlər oldu və bu çeşidli hərəkətlərdə siz demişkən, həm elə 194 bizim ustadımız bu mənə həqiqət daşıyır. Bu mənə yox, bu hərəkətə çox önəmlidir. Bir təşkilatı biz görsədin ki, 194 dənə imzanı almışlar olsun sizə. Siyasi təşkilatlar demək ki, 13 təşkilat, keçən həftə mən 2 həftəlik olan haqqında məlumat verdim sizə və dedim ki, 13 təşkilat... Yox, o ana dili üzdüz adında. Bax, bu 194 dənə təşkilat. Elə bu da ana dilidir, yəni elə 194 demək ki, ustadımız, eğitim verənlərimiz istəyiblər ki, hakimiyyətdən tələb ediblər ki, bizim dilimiz okullarda eğitim alsın. O önəmli məsələdir. Çünki yəni biz 13 təşkilat yığılıb, 3 dənəsi insan hüquqları təşkilatı və 10 dənəsi də ki, bunların çoxları ilə Azərbaycan siyasi təşkilatları idilər. Ərəblərlə, Bəluşlarla birgə və bir də Kürt təşkilatı idi. Birlikdə ana dili ilə bağlı rejimi hədəf tutduq və bunun 2-3 gün sonrası demək ki, belə xəbərdə çıxdı ki, 190 siz demişlər 4 nəfərdə belə bir şey verdi. Yəni həmən 2-3 gün sonrası bir dənə elamiyyə vermək biraz fərqli olurdu o texniki açıdan. Onun yanı siz səhv tutmuyor. İranda yaşayan etniklər ayrı bir mövzudur.
Baxın, Azərbaycanın təşkilatları bu şəxsən özləri iqdam eləyib bir dənə elan verməlidirlər və bu ustadlarımızı müdafiə etməlidirlər. Deməliydilər ki, yəni biz kütləyik ki, bizim qarşımızda bu işi görübdük. Biz kütlənin o beqoli çırağı hidayətidir partiya. Partiyalar bu məsələ partiyanın əsas fəlsəfə-i vücudi partiyanın yaranmağı odur ki, partiya zad eləməlidir. Yol göstərməlidir. Əli bəy, istəklərimizi heç vaxt aşağı getməməliyik. Bizim siyasi təşkilat olaraq dilimizin rəsmi olması üçün çalışırıq. Türk dilinin rəsmi olması fərqlidir. 194 dənə ustadı müdafiə eləmək, aşağılamışdır. Hərəkəti aşağı getməkdir. Onlar bizim arxamızdır. Onlar bizim sərmayələrimizdir. Təbii. Mən bunları təyid edirəm və sevinirəm bu hərəkətlərə. Siz məsələn fikirləşin ki, bizim bir milli fəalımız getdi o Təbrizdə İranşinası məsələsinin cəmiyyətində bir dənə gözəl bir danışığı oldu, söhbət oldu. O da müəllim idi. O da həqiqətən o əslən bir dənə nabığa bir hərəkət idi. Ya bizim elə Kara mədrəsəsindən belə bir hərəkət oldu ki, belələrin baskı basmışdılar, oxul və ki, ehtimali bağlamaqlıqlar var idi. Ya bizim bu 194 dənə demək ki, ustadımız bir hərəkət elədilər. Yəni bu hərəkətlərin hərəsinə bir dənə oturub elanı vermək olmaz. Amma biz siyasi təşkilatlar olaraq demək ki, rejimi bir dəfə hədəf tuturuq. Ana dilimizin rəsmi olması üçün hamımız yığılıq bir yerə və siyasi temlə bağlı hərəkət edirik. Biz istəyək hər məsələ ilə bağlı tez-tez elamiyyə verək. Bəlkə o qədər etkisi olmaz elamiyyələrin. Siyasi təşkilatlar əsas məsələləri milli müqəddərat təyin etmə, hərəkəti siyasiləşdirmədir. Hakimiyyətin bir parçası olmaq və maddə 15 üstündə təbliğat aparmaq bizim aparazi xəttimizdəyik. Yəni bizim əsas məsələmiz bu deyil ki, nə cür eləyək ki, oxullarımızda o 2 saat dili hakimiyyətin içində yerləşdirək. Onu demək ki, elə bizim içəridə olan ustadlarımız, Ay Pizişyan, onun çevrəsində olan qüvvələr ki, çalışıblar deyək ki, biz gərək bu 2 saat dil əldə eləyək. O olan görəvi və biz də dəstəkçilik olan hərəkətin. Yəni donquzdan bir dənə türk qopartma qəziyyəsidir. Amma bu bizim əsas hədəfimizdir. Bizim hədəfimiz dilimizin rəsmi olmasıdır. Bizim hədəfimiz budur ki, bizim dilimiz İranın bütünlüyündə gərək rəsmi ola, idarələrdə oxuna, danışılana, yazıla. Bu dediyinizin təhlili bir dənə elamiyyə, təhlili. Yəni bir dənə analiz eləmək çox zətdir. Yəni təşkilat, bəli, mən bilirəm ki, hər nəyə atlanmaz, hər nəyə mövzə tutmaz. Amma bu bir ayrı bir mübahisədir. 194 dənə ziyalı, 190 dənə. Buna bir dənə təhlili elamiyyə verməlidir. Deməlidir, əlləriniz ağrımasın, siz çox gözəl iş görübsünüz, amma bizim istəyimiz, amalımız, idealımız bunlardan da yüksək səviyyədə bizim İran səviyyəsində dilimizin rəsmi olmağıdır. Tabii. Dediyim kimi 2 gün öncə bildiri vermişdik 13 təşkilatına və onunla bağlı tamam qüvvələrimiz üstündə işləyirdik ki, eləyə bilək birlik ya da siyasi qüvvələrin içində. Mahmud bəy, mən bilmirəm. 2 gün sonrasına belə hazırlığımız yox idi. Mahmud bəy, o bir dənə ümumi İran dairəsində bir dənə hərəkət idi. O öz yerində zat olunur. Hər nəyi öz bəstərində və öz yerində biz tərif eləməliyik. Diqqət edirsiniz. Bizim mənzurum, mənim mənzurum budur ki, bizim hərəkətimiz niyə bunu təhlil eləmir? Təhlilsizdir. Siz bilirsiniz, partiyaların əzalarının, yəni o rəhbərlərinin, ya o birinci adamlarının, ya belə mən ürəcimcən istəyirəm. Bilirsiniz, çoxunla da ya belə yaxın, cənabizdir, mən yaxın rabitəm və əlaqəm vardır. Ya o birisi təşkilatdan, məsələn, ad aparmıram o təşkilatlardan, çünki burada yoxdular, heç ad da aparmıram. Ona görə onlarla çox yaxın münasibətim vardır. O cələsələr ki olur, qətən onlardan da onlar da hər hal necə olur, bir məsləhətlər olur arada. Hər hal mənim mənzurum budur. Mənzurum budur ki, bizim hərəkətdə kütlə qabaqda gedir,
partiyalar kütlənin dalınca qaçır. Bu əlbəttə faciədir. Bu faciədir. Bu rəsm Xəlil bəy, faciə. mən o da sizdən anlaşamıram. Siz yəni belə düşünürsünüz ki, maddə 15-in 2 saat oxumaqlığını deməklik öndə getməkdir və türk dilinin rəsmi istəməkliyi dalda Mən getməkdir. dedim, o demir onu qəbul elə. Siz mənim sözümü almadınız. Üzr istəyirəm. Mən deyirəm ki, kütləmiz qabaqda gedir, zindana gedir, xəzinəsini verir, ondan sonra hər əzaba dözür. Biz kənardan baxırıq. Kənardan hətta bunlara bir kağız üstündə bir dəstək verək. Ayrılmayaq da siyasi təşkilatlarımızı o tutulanlarla bağlı, ola ki, öndə gedirlər, onları ayrı tutub və siyasi təşkilatları da eşikdə oturublar. Fəqət elə bir dənə bildiri versinlər kimi baxsaq, o məncə düzgün olmaz. Vaqiət budur ki, təşkilatlarımız da onların bir parçasıdır, onların bir bölümüdür, bu mübarizatın bir bölümüdür. Və indi isə müəyyən bir mövqedlərsən gözündən qaçırdı, diqqətsizlik olubdur, tutalım. Ki, məncə çox qayıdır buna ki, dediyim kimi, tamam gücü siyasi baxımdan qoyuldu bu məsələyə ki, bütünlükdə rejimə qarşı bir mövqe tutaq, dil məsələsi ilə bağlı və bunun yanında da belə bir hərəkətin olması biraz ola bilər gözdən qaçıb ya, amma bu deyil ki, əsas məsələmiz bizim budur ki, baxaq ki, yox, harada nə olub, tez ona bir dənə bildiri verək. Bildiri vermək siyasi mücadilənin demək ki, gedişatın bir dənə bölümüdür. Elə bu ki, danışırıq, bu ki, gündəmə gətiririk, bu ki, keçən dəfə də danışmışdıq bundan və mövzə tutuq məsələlərin üstündə. Bu elə özlüyünə dəyər verməkdir. Hər şey elə bir dənə bildiri versin. Siz o deyir ki, o Molla Nəsrəddinin bir zadı var, deyir ki, o danaları qaçır, qaçandan sonra biri mıxda qalır, onu gəlir düvəşləyir, deyir ki, deyirlər Molla, bunu niyə vurursan? Deyir ki, sən ölməyəsən, bu qaçsa hamıdan bətər qaçar. İndi o mən mıxdamı vurmuram, çox üzr istəyirəm, dürəsizdir. Deyir, məsələdən münaqişə yoxdur. Mən əvvəldə, mən xitabən təhsis deyirsiniz, kulli təşkilatlardır, kulli hərəkətdir. Ya belə o camacından tutdu, o birisinə qədər, ya belə o dirənişinə qədər, o hamısını deyirəm. Yəni bir dənə istisna eləmirəm deyə, məsələn, mən təşkilatı məsələn deyəndə, məsələn, befərz cənabınızı xitab edəyəm. Çünki cənabınız buradadır, biraz şayət özünüzə gətirəsiniz, deyəsiniz ki, əli məni, yox, ittifaqən Mahmud bəy hamısından aktivdir. Mahmud bəy hətta çağırırıq, gəlir burada sözünü deyir. O birisilər heç bizə qulaq asmır. Heç gəlib burada sözünü də demir. Diqqət edirsiniz, yox. Mənim hətta o cənabınızın şayət xətrinə gələ deyək ki, Mahmud bəy deyək ki, məsələn, məni burada qaralayıbdır. Yox, sizi üzbəüz o Molla Nəsrəddinin zadı olmasın, məsələ olmasın. Ona görə dostlar, Mahmud bəy məxsusən o siyasi zindanlarını saxtar, raport zadı eləmək çox böyük bir işdir. Çox böyük bir işdir. Elə haçan çağırırıq, gəlir informasiya verir burada, ondan sonra daxildə gedən məlumatlardan və məsələlərdən danışır. Amma bizim qurğularımızın hamısının zəifləri, nöqtə-i zəifləri vardır. Mən də bilirəm, əlbəttə mən onları düşünürəm, dərk eləyirəm. Bunlar bir yerdən pul almır, zad eləmirlər. Bunlar həm maddi məsələlərin özləri həll eləyirlər, həm də zad. Amma bu onları təbliğ eləməz. Buyurun, indi sözü buyurun, çox üzr istəyirəm ki, narahat elədim siz. Siz demişkən, təbii, könül istər ki, siyasi təşkilatlarımız içəri eşikli, daha güclü olsunlar və cəmaatımız içində daha geniş yer alsınlar. Çünki təşkilatdır ki, bizi qurtaracaqdır. Bizi şəxs, bir nəfər oradan, buradan, göydən biri gəlib bizi qurtarmayacaqdır. Ona görə nə qədər biləsinə həmişə variddir. Təxrib üçün olmayan siyasi təşkilatlarımızı gücləndirək. Təxrib üçün deyil. İranda əlan deyirlər ki, İranı vuracaq. Çox üzr istəyirəm, sözünüzü kəsirəm. Çox bağışlayın. Sözlə girirəm. Əlan deyirlər ki, İranı vuracaqlar. Əgər İranda İran hakimiyyətini vursa,
%99 İran hakimiyyəti nə cür deyim, aradan gedər. Yəni ona hazırlığı yoxdur. Ay o hay deyir ki, Xameneyi deyir ki, mən bizzat bax buna hazırlığımız yoxdur. Buna bizim hazırlığımız və planlarımız olmalıdır. Bilirəm ki, Azərbaycanın milli hərəkətinin vəziyyəti, malisi, durumu, ondan sonra bizim kütlə problemimiz yoxdur, millət. Bizim məfkurə problemimiz yoxdur. Mən o dirəniş təşkilatının bir dənə bildirişini gördüm.